Salam CBC FM radyo dinləyiciləri. Efirdə Vətən uğrunda verilişidir. Studiyada sizinlə Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının Qarabağ Müharibəsi Qəhrəmanları Fondunun rəhbəri, Vətən müharibəsinin şəhidi Polkovnik Babək Səmidlinin bacısı Röqsanə Səfərzadədir. Verilişimizin bugünkü qonaqları Azərbaycan Silahlı Qüvvələrinin əskəri, Vətən müharibəsinin şəhidi Vüsal Teymurovun anası Naidə xanım Teymurova və 1-ci, 2-ci Qarabağ müharibəsinin iştirakçısı ehtiyatda olan zabit İlşad Müəllim Babayevdir. Xoş gördük sizləri studiyamızda. Xoş gördük olsun. Teymurov Vüsal Zakiroğlu 1991-ci il martın 4-də Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Kooperasiya Universitetinin Gömrük İşinin Təşkili Fakültəsində təhsil almışdır. Azərbaycan Silahlı Qüvvələrinin Ensaylı hərbi hissəsində həqiqi hərbi xidmət keçmişdir. Vətən müharibəsi zamanı Füzuli, Xocavənd, Cəbrayıl, Zəngilan, Qubadlı və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmiş, noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhadətə ucalmışdır və Bakı şəhərində torpağa tapşırılmışdır. Şəhadətindən sonra Vətən uğrunda Qubadlının Şuşanın azad olunmasına görə medalları ilə təltif edilmişdir. Şəhidlik bir ailənin itkisi deyil, bir millətin, bir xalqın ucalığıdır. Vətən sevgisini hər şeydən üstün tutan qəhrəman anası Naidə xanım, istərdik ki, siz bizə Vüsaldan danışasınız, Vüsalla bizə tanış edəsiniz. Onun uşaqlıq, məktəblik illərindən söz açardınız. Buyurun, eşidirik sizi. Bir daha sizi salamlayıram. Vüsal dəcəl, gülərüz, zarafatçıl bir uşaq idi. Vüsal məktəbdə də fəal həmişə iştirak edirdi. Elə 1-ci sinifdən Vüsal yəni əlaçı olub 10-cu sinifə kimi. Məktəbdə müəllimlər onun xəttini çox istəyirdi. Vətənini sevən, torpağını sevən bir uşaq idi o. Vüsalın oxuduğu məktəb Tofiq Məmmədov, şəhid Tofiq Məmmədov adınadır. Vüsal 3-cü sinifdə Şəhidlər Xiyabana getdik. Oradan çox belə gözəl yadımdadır. Gəldi, sinəsinə vurdu, dedim, mami, mən gedib Tofiq Məmmədovun qisasını alaram. Həqiqətən elə oldu. Mən Vüsalla fəxr edirəm. Vüsalın hər bir necə deyim, addımı, hər bir sözü mən üçün müqəddəsdir də. Mən Vüsalla fəxr edirəm. Vüsalın evimizin son beşiyi idi Vüsal. Amma həmişə məsləhəti ondan alırdıq. Hər şeyin məsləhəti o bizə verirdi, yol göstərirdi. Müharibə başlamamışdan qabaq həmişə deyirdi ki, mənimlə fəxr edərsiniz. Bir mənə demirdi, hər kəs elə deyirdi, tələbə yoldaşlarına, daci müəllimləri də görmüşdü, demişdim, müəllimə, mənlə fəxr edərsiniz, o da zarafat edib, ay Vüsal, sənlə nə fəxr edərəm, deyib, görərsiniz. Həmişə mənə deyirdi ki, ana, Allaha and olsun, oğlunla fəxr edərsən, başını dik tut. Mən də deyirdim, ay Vüsal, nəyə görə mənə elə söz deyirsən də, deyib, görəsən də, mama. Müharibə başlayanına Vüsal bir yerdə otura bilmirdi. Atası çox ona təsəlli verirdi. Deyir, ata yox, necə bizim 30 ildir torpaqlarımız tapdaq altındadır. Mən oturmuşam evdə. Vüsal qardaşı ilə bir yerdə Vaykamata getdi, oktyabrın 5-i. Nəvəm də getmişdi. Ailəsinə heç görüşmədən oraya getdi. Biz dedim, amma mən siz avtırıq hazırlayarsınız, mən gələrəm. Elə o vaxt elə saat 12 oldu, 1 oldu, Vüsaldan xəbər yoxdur. 5-in yarısı idi, onlar yola düşdü. Amma böyük oğlumu aparmadılar. Müharibə yollandı, ac getdi müharibəyə. Ac getdi, yolda zəng elədi, dedim, amma bizə yemək verdilər, narahat olma. Qardaşını da aparmadılar, qardaşı da çox əlləşdi, vuruşdu. Getmək istəyirdi. Getmək istəyirdi qardaşı. Qardaşı ağladı orada. İndi də bizim şəhidimizin anası, Muradın anası orada işdir, Mehriban xanım. Orada da demişdi ki, ağlayırdı. Deyir ki, Ruslan ağladı ki, bəs mən də istəyirəm gedəm də. Orada demişlər ki, heç olmasa biriniz gedirsiniz, biriniz ailəmizin yanında qalın. Təbii. Döyüş yolları Füzulidən başladı. Bir neçə gün orada vuruşdular. Xocavənd, Cəbrayıl, axırda Qubadlı,
Şuşaya kimi getdilər, piyada getdilər onlar. Daş altına aldılar. Oradan ayın 29-u idi, bacısının, atasının ad günü bir gündə idi. Zəng vurdu, bacısını təbrik elədi. Dedi, bacı, bir yüksəkliyə almışıq. Sevinirdi, səs yazması var. Sevinirdi, dedi ki, bayrağı sancdıq, havaya ateş açdıq, amma demədi haranı. Bizə kebab verdilər, sevinirdi ki, kebab verdilər, çəkdilər biz üçün, yemək verdilər bizə. Ondan sonra da ayın 1-i, noyabrın 1-i mənə zəng vurdu. Deyim, mami, haqqımı mənə halal elə. Mən Şuşaya gedirəm. Bir neçə gün məndən xəbər gəlməsə, narahat olmayın. Bir neçə gün biz gözlədik, xəbər gəlmədi Vüsaldan. 8 noyabr idi, bizə hamısı təbrik elədi. Dedi ki, bəs qələbəni qazanmışam. Mən də ağladım, dedim, Vüsal yoxdur da. Amma mən sevindim, yəni ki, torpaqlarımız azad olundu. Həmin günü belə hamı çıxmışdı şəhərə. Başımı bir balaca qoydum divana, yuxuda gördüm. Bizim məhəlləmiz var, 4 yol. Orada hamısı qalıb, əllərində belə su çaşkası var. Vüsal əskər maşından düşdü, məndən suyu aldı. Mənə əl elədi, mami sağ ol, mən gedirəm. Mən o dəqiqə durdum, qızıma zəng vurdum, dedim, Vüsal şəhiddir. Deyir, mama, nə danışırsan? Dedim, yuxuda gördüm mən onu. Bir neçə gün yenə xəbər gəlmədi. 13-ü zəng vurdular ki, Vüsal şəhiddir. 13-ü gətirdilər. Vüsal haqqında çox şey danışa bilərəm. Vüsal qəhrəman oldu. Vüsal insanların, bütün Azərbaycan xalqının qəlbində, yaddaşında qaldı. Vallahi. Döyüş yoldaşları danışır, çox danışırlar Vüsaldan. Gəliblər, danışırlar. Gəlib danışırlar. Deyir ki, 8 saat biz mühasirədə qaldıq. O qədər zarafat elədi. Biz bilmədik 8 saat haçın keçdi, bizə gəldilər köməyə. Hər deyir, biz dükanlara girəndə gedirdik, yemək götürürdük. Amma Vüsal çantasını tibbi ləvazimatla doldururdu ki, xəstələrə kömək eləyirdi. Yaraları bağlayırdı. Vüsal haqqında çox danışırlar. Yəni, cəbhə yoldaşları gəlib danışır. Deyir, bir qəhrəman idi. Gedirik, Şuşadayıq, acından ölürük. 3 gündə heç nə yemirik. Ac, susuz. Vüsal yoxa çıxdı. Vüsal yoxdur. Bir gün Vüsal gəlib, bir də heyva tapıb, 15 nəfərə xırda-xırda doğrayıb verdi. Daşla deyir, onu hamısı parça elədi. Verdi, Vüsal, sən yemişsən? Deyir, mən yemişəm. Amma deyir, o yeməmişdi. Cəbhə yoldaşları çox şey danışırlar onunla. Elmayr adlı bir əskəri yoldaş vardı. Deyir, Şuşaya biz getdik. Şuşaya getdim, suyun içində idim. Gəldi, deyir, qardaş, hardansan? Deyir ki, Lənkərandanam. Deyir, gəl, spalni meşuqum var mənim, suyun içində idim. Mən tez meşuquna çıxartdı, corab verdi mənə, spalni meşuqu verdi mənə. O yuxu çantasıdır. Tez yemək qoydu, deyir, ac idi, mənə yemək verdi. Qürur duyulası bir evlad böyütmüsünüz. Biz də sizi kimi ana ilə qürur duyuruq, valla. Allah razı olsun. Fəxr edirik ki, siz belə bir evlad böyütmüsünüz. Vətənə, dövlətə, yəni xeyri dəyən evlad. Elə deyilmi? Əsas odur ki, necə deyim, doğrudan da dövlətimizin yanında olmaq, vətənimizi qorumaq, torpaqlarımızın alınmasında, ərazi bütövlüyümüzdə yəni iştirakı olan, qəhrəmanlığı olan bir evladdır Vüsal. Allah necə deyim, ruhun şad eləsin. Amin. Allah cəmi şəhidlərimizin məkanı cənnət. Çox sağ olun. Allah siz sağ olun, bizi dəvət etdiyiniz üçün təşəkkür edirəm sizə. Borcumuzdur. Allah sizi sağ eləsin, var eləsin. Şifa eləsin. Biz qazimiz İrşad müəllimi tanıyaq. Babayev İrşad Əli İmranoğlu 10 iyun 1956-cı ildə Bakıda anadan olmuşdur. Orta məktəbi Rus bölməsi üzrə bitirmiş. 2 ilə yaxın işlədikdən sonra Xalq Təsərrüfatı İnstitutuna daxil olmuşdur. Ali təhsilini bitirdikdən sonra keçmiş Sovet ordu sıralarında xidmət etmişdir. Leytenant rütbəsi ilə qayıtdıqdan sonra iqtisadçı kimi müxtəlif vəzifələrdə çalışmışdır. Elşad müəllim, siz 1-ci Qarabağ müharibəsinin başlanmasının şahidisiniz. Yəni bu tarixi yaşamısınız. Müharibəyə getmək qərarını, keçdiyiniz döyüş yolunuzdan biraz bizə danışın. Buyurun. Deməli, müharibə başlayanda mən Sabunçu rayon icra hakimiyyətində işləyirdim.
Bu rayonlardan köçkünlər, qaçqınlar gəlirdi. Bizim Sabunçu rayonunda məskunlaşırdılar. Mən deməli başardığım köməyi, başardığım ünsiyyəti qururdum. Ərzaqla, geyimlə kömək eləyirdim qaçqınlara, köçkünlərə. Sonra belə oldu ki, Xalq Cəbhəsi dövründə avqust ayında yəni məni işdən çıxartdılar, xaric elədilər. Mən belə bir qərara gəldim ki, o vaxtı Laçın rayonundan olan köçkünlərlə çox yaxşı münasibət qurmuşdum. Belə qərara gəldim ki, yəni biz şey də aparırdıq, yardım da aparırdıq Laçına, yəni rayonlara, cəbhə bölgələrinə. Bir dəfə o yardımı aparanda belə qərara gəldim ki, vətən məni çağırır. Onsuz da işləmirəm, bir şey eləmirəm. Yəni ki, getsəm yaxşıdır. Ya şəhid olaram, ya da alnı açıq gələrəm, yəni öz borcumu verim vətənimə. Qoşuldum Laçın dostlarıma, yəni getdim ora. Orada da deməli, Laçınlılar ki, deməli, qaçqınlar evləriniz adını qoyub gəlmişdilər. Evlərdə yəni qalırdıq. Sonra mal, qara, toyuq dolu idi, hamısı buraxılmışdı. Yəni ki, yeməyimiz də var idi, hər şeyimiz də var idi. Deməli, əsasən Qarabəyli, Şamkənd, bir də Qovuşuq kəndində. Deməli, Laçın şəhəri tutulmuşdu, zəbt olunmuşdu o vaxtda. Bəzi kəndlər boş idi. Bu üç kənddə deməli biz qərarlaşmışdıq və döyüşlər aparırdıq ermənilərlə. Sonra deməli ən dəhşətli döyüşlər keçdiyi Tixik bir vəzarəti istiqamətində. Ondan sonra deməli başladı rayonlar, üzr istəyirəm, kəndlər bir-bir getməyə. Ermənilər keçmişdilər hücuma. Belə oldu ki, dekabr ayının ortasına ateşlə hər şey dayandı. Bir kənddə biz qalmışdıq. Bizim yeganə yolumuz var idi oradan çıxmağa. O da deməli Kəlbəcərdən tunellə çıxmağa şansımız var idi. Yəni Qardizə qədər bir tər sürünə artıladı. Axır ki gəldik, çıxdıq oradan. Oradan yol üstü maşınlarla, yol maşınları ilə əl elədik, nə elədik. Axır gəldik, çıxdıq evimizə. İndi də mən çox xoşlamıram bu müharibədən danışmağı. Çünki yanımda o həyatını itirən yoldaşlarım, dostlarım, cavan uşaqlar yadıma düşəndə pis oluram açığı. Kədərlənirsiniz. Ancaq indi dəvət eləmi söz danışıram, deyirəm. Çox sağ olun. Çox dəhşətli bir müharibə idi. Özdəki, necə deyim sizə, Xalq Cəbhəsinin dövrü, hakimiyyətsizlik, hər bir tərəfə dartırdı, nə inirdi filan. Çox pis vəziyyətdə idi ölkə. Qurban olma Allaha ki, bizim ulu öndər kimi, yəni xilaskarımız oldu. Allah ona qəni-qəni rəhmət eləsin. Gəldi ki, o dövrdən, o dəhşətli bir haldan bizi yəni ki, xilas elədi. Əgər o gəlməsəydi, Azərbaycan indi yox idi. Bunu bütün, hər bir Azərbaycanlı bilməlidir ki, o Azərbaycanın həm qurucusu, həm saxlayıcısı, həm nə bilim, bugün də Allah can sağlığı versin bizim baş komandanımıza, Müzəffər Ali Baş Komandanımıza, İlham Əliyev cənablarına çox gözəl idarə eləyir və onun bir sözü mənim heç yadımdan çıxmır ki, atasının o vaxtı Ulu Öndər vəsiyyət eləyib ki, yəni Qarabağ alınmalıdır. O atasının vəsiyyətini yerinə yetirib, yəni ordumuzun başında müdrik siyasəti nəticəsində biz torpaqlarımızı qaytara bildik. Bu tariximizdə bizim olmayan bir şeydir Azərbaycan tarixində. 300 il, 400 il, neçə il bu olmayan bir şeydir ki, biz o boyda torpağı üzdə niyə 44 günə 44 günə. Bizim o yəni ki əskərlərimizin şücaəti, ordumuzun şücaəti bu hamısı müdrik rəhbərlik altında yəni həyata keçdi. Yəni ki, o Xalq Cəbhəsi vaxtındakı rəhbərlər olsaydı, heç nə qazanmayacaqdıq biz. Allah bizim, yenə deyirəm, prezidentimizə can sağlığı versin, uzun ömür, xarici və daxili siyasətini mən onu dəstəkləyirəm. Və bir Ulu Öndərin də bir sözü həmişə mənim yadımdadır, bir danışığı ki, mən həmişə fəxr eləmişəm, indi də fəxr eləyirəm ki, Azərbaycanlıyam. Mən də onu ilə fəxr eləyirəm ki, Ulu Öndərlə bir, yəni Azərbaycanlıyam mən də Ulu Öndər kimi. Allah ona qəni-qəni rəhmət eləsin. Yenə deyirəm, biz ona ömrü boyu borcluyuq. Bizim balalarımız, nəvələrimiz ona ömrü boyu borcludular. Sonra belə oldu, 2000-ci ildə deməli bu müharibə başlayanda mən getdim, müraciət elədim ki, məni göndərin, gedirəm müharibə təzədən. Mənə dedilər ki, daha yaşım var, olmaz, cavanlar getməlidir. Sonra deməli bizim cəmiyyət yaranmışdı. Ulu Öndərin deməli təşəbbüsü ilə, xeyir duası ilə Qarabağ əlilləri, veteranlar
veteranları və şəhid ailələri İctimai Birlik. Bizim komandirimiz Bəhrəm Şeydayevdir. Bəli. Yəni ki, mən oranın üzvüyəm hal-hazırda Vətənpərvərlik Komissiyasının sədriyəm. 20-ci ildə deməli sentyabrın 20-sində müharibə başladı. Sentyabrın 25-də biz 60 nəfər cəmiyyətin üzvüyük. Buradan deməli getdi Tərtər rayonuna. Yəni ki, cəbhə bölgəsinə. Bəli. Orada 708 saylı briqadada deməli bizi qəbul elədilər, qaldıq və hər gün deməli bu cavan əsgərlərin ordumuzun qabağında çıxışlar eləyirdik. Onlara ögüd nəsihət verirdik, onları ruhlandırırdıq ki, bəli, bu bizim ya ölüm ya qalım mübarizəmizdir. Yəni axırıncı bizim şans da deyirlər buna. Yəni ki, həqiqətən ordumuz da çox şücaət göstərdi. Yəni ki, mən bu günləri bu xanımın və belə bir şəhid analarının qarşısında baş əyirəm. Allah onlara can sağlığı versin, balalarını rəhmət eləsin, qəni-qəni səbir versin onlara. Bizim qazilərimizə, əlillərimizə can sağlığı versin, sağlamlıq versin. Bizə də veteranlara can sağlığı versin ki, görürük, necə ki görürük, həmişə də görürük ki, Azərbaycanın çiçəklənməsini. Həqiqətən, yəni vaxtilə bizi dünyada heç qəbul eləmirdilər heç bir yerdə. Hal-hazırda yenə deyirəm, bizim prezidentin təşəbbüsü nəticəsində bizimlə hesablaşırlar. Bizim prezidenti ölkələrdə belə qəbul edirlər ki, ən böyük prezidentlər, ən böyük ölkələrin prezidenti kimi. Öz sözünü, dəmir yumruğunu yəni göstərdi dünyaya. Allah yenə deyirəm ona və bizim vitse-prezidentimizin də çox Mehriban xanımın çox qulluğu olub bu sayələrdə. Allah ona da can sağlığı versin. Necə deyim? Bu həyatı, bu belə xoş həyatı Allah Taala bizim xalqa çox görməsin. Bir də heç vaxt müharibə olmasın. Balalar ölməsinlər, yəni cavanlar, yaşlılar, analar, bacılar. Qalmasın. Allah o günləri daim bizə göstərməsin. Xoş günlərə Allah bizi çıxarsın. Və mən inanıram ki, İlham müəllimin rəhbərliyi altında bu həyata keçəcək. Keçir və keçəcək. Bəli, bəli. Bu qədər yəni. Çox sağ olun. Siz də sağ olun. Yaşadın. Sizə də çox minnətdarlığımı bildirirəm ki, saymısınız, dəvət eləmisiniz. Sizin bütün bu kollektivə, yəni can sağlığı arzulayıram. Akademiyada sizə müvəffəqiyyətlər arzulayıram. Necə deyim, ürəyiniz çox böyükdür, çox genişdir ki, belə bir tədbirlər həyata keçirirsiniz. Allah da sizə versin. Çox sağ olun Yaşad müəllim, var olasınız. Çox gözəl danışdınız, çox gözəl çıxış etdiniz. Biz də sizinlə razıyıq, bəli. Allah qalib ölkəmizi, qalib, necə deyim, dövlətimizi, prezidentimizi qorusun. Amin. Amin Allah. Bəli, Amin Allah. həmişə qalibiyyətlərə, necə deyim, uğurlara. Amin Allah. Amin Allah. Sizlər də var eləsin. İmza Çox sağ olun, ataq. təşəkkür ederim. Bizim prezidentə can sağlığı versin. Bəli. Uğurları bol olsun. Mehriban xanımıza can sağlığı versin. Daim şəhid ailələrin yanındadılar. Bəli, bax onu Həqiqətən, istəyirəm bilim. Xalqın, bəli. yəni dövlətimizin sizə diqqətindən, Bəli. yəni razısınız Çox mı? razıyıq, çox razıyıq. Allah dövlətimizi qorusun. Amin. Dövlətimiz yenə ki ucadır, uca da olacaq. Allah sizə də can sağlığı versin. Sizlər bizi Amin, dəvət amin, edirsiniz. Çox sağ olun. Allah prezidentimizi, Mehriban xanımızı qorusun. Allah bəli, daim bizim valla şəhid ailələri, qazilərin, veteranların adını çəkir, həmişə də bunlara diqqət yetirin. Bəli, Həqiqətən elədir. Təşəkkür edirik. Çox sağ olun. Buradan istərdim Buyurun. bu imkandan istifadə edeyim. Buyurun. Mənim cəbhə dostlarıma istəyirəm salam Buyurun, göndərim. Onlar da əlbəttə. yəni Hacı Nizami, Laçın rayonunun ağsaqqalı, sonra mənimlə olan Mahir müəllimə, mənimlə olan Elçin müəllimə, sonra mənim hal-hazırda mən özüm Yasamal rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində mühasib işləyirəm. Bizim rəisimiz də Vüsal müəllim əslən Laçınlıdır və bir mən ki Laçında döyüşdüyümə görə falan mənə çox böyük hörmət eləyir. Allah ona da can sağlığı versin. Bir də Laçında bir gözəl bir hacı var, Hacı Əvəz. Ona da yəni sağlam oğlanlardandır. Ona da salamı yetirirəm mən. Allah hamısına can sağlığı versin. Çox sağ olun. Amin. Allah hamısını qorusun. Biz sizə təşəkkür edirik gəldiyiniz üçün. Çox sağ olun. Çox sağ olun. Var olun ki, Çox yəni xoş oldu. dəvətimizi qəbul etdiniz, Həmişə hazırıq. gəldiniz. Çox sağ olun. Var Siz olun. sağ olun. Allah sizləri qorusun. Sağ olun. Allah şəhidlərimizin ruhunu şad eləsin. Amin. Hə, daim qürurumuzdur, daim qürur duyuruq onlarla. Sizləri Allah qorusun. Çox sağ Sizlər olun. də bizim Sizə də can sağlığı gənclərə, Sizə can sağlığı versin. necə deyim, gəncliyimizə örnək olan bir insansınız Elşad müəllim. Allah sizi qorusun. Çox sağ olun. Bu Minnətdaram. qədər. Çox sağ olun. Bugünlük bu qədər. Əziz Çox sağ olun. CBC FM radio dinləyiciləri, gələcək görüşlərdə görüşərik. Sağ olun.